2 həftəyə hər şey aydın olacaq. Tezliklə məlum olacaq ki, o bizi doluyur yoxsa yox. Əgər doluyursa, cavabımız başqa cür olacaq. Trump bunu Ağ Evdə jurnalistin sualına cavabında deyib. Sitat: "Siz hələ də inanırsınız ki, Putin müharibəni başa çatdırmaq istəyir?" Jurnalist Trumpdan soruşub. Bu sualın cavabı yəqin çox adamı düşündürür. Xüsusən də Ukraynada Rusiyanın hücumlarına məruz qalan əhalini. Kiyevə son zərbələrin birində azı 13 nəfərin öldüyü bildirilir. Trump isə deyir ki, o çox məyusdur Rusiyanın Ukraynanı bombalamasından və insanların ölməsindən. Bu, Trumpın Putinə qarşı ilk qəzəbli çıxışı deyil. Son günlər o bir neçə dəfə bu cür çıxışlar edib. Trump yazıb ki, Putin odla oynayır. Putin tamamilə ağlını itirib, yazıb Trump. Rusiyanın ona cavabı isə belə olub. Trump emosionaldı.